Hamınıza salam dostlar. Bugün sizlərlə birlikdə Dubai şokolatı dənəyəcəyik. Əlbəttə bunu elə belə dənəməyəcəyik. Bir dəqiqə indi gəlirəm. İşte gəldim. Bunu bir şokolatla, başqa bir şokolatla puanlayacağıq. Bununla bunu puanlayacağıq. İndi evdə bu var. Götürdüm ağzıma gələni. İndi başlayaq. Mən istəyirəm, ilk dəfə deyirəm. YouTube'da o qədər qarşıma çıxıb. Özdə qiymətini deyim. Burada Stan Sumqayıtda 2 manat idi A-marketdə. Almaq istəyən gedib ala bilər. Burada qalanlardan deyirəm. Və bunu təbii ki tək çaysız dənəmək olmaz idi. Çünki şokoladdır. İlk öncə bundan başlayaq. Çay biraz istedi. Çox belə şokolad sevən deyiləm. Ama yine de. İki belədir. İkisini keçsəm fərqi yoxdur. Belə deyim də, qoca adam üçün yaxşı deyil. Çünki mən də indi dişim biraz ağrıdı yeyəndə. Çünki dişlər xarab olurdu bunun yeyəndə. Ümumiyyətcə şokolad kamu spotu. Şokolad çox yeməyin çünki zərərlidir. Bu da yeni gəlib özdə. Yeni gələn Dubai şokoladı 2 manata. Puan vermədim, yazımdan çıxdı. Buna 10 üzərindən neçə puan? Bir də üzürlü sayın, bir aydır video atmıram. Belə atmamın səbəbi vaxtım çox olmur ona görə. Buna da 10 üzərindən neçə verə bilərəm? Belə 6 verirəm. Çünki çox yaxşı deyil. Buna çatmaq üçün Gördüğünüz dostlar, bir tane de kamu spotu deyim. Gördüğünüz her Dubai şokolatı diye yazılan belə şokolatları almayın, ucuz olanları. Çünkü size alada bilərlər. Oy, qırılıb biraz. Baxın, bunu eləməliyəm. Bu, içine baxaq. İndi yeyəndə biləcəyik də, bu qırıq tərəfini yiyeyim. Oo, çıxır içindən dostlar, baxın. Açın için. Bu da içi. Dostlar, dünən yeni il idi. Bir də Azərbaycan həmləlik günü. Buradan hamınıza Azərbaycan həmləlik günü və yeni ilinizi təbrik edirəm. Hamınıza can sağlığı və birləşik dövlət kimi qalmağımızı diləyirəm. Buradan belə deyim və belə deyim, mən bilmirdim Dubai şokolatı belə bir şeydir. İçindəkin ən birinci görəndə elə bilirdim pis şeydir də, elə qusmaq bir şeydir, amma yox. Buna dostlar 10 üzərindən 9 verirəm. Niyə 10 vermədim deyəsinizsə, yeyənlərə deyirəm. İçindəki şey mən gördüyüm YouTube'da çox akışkan idi, axırdı belə. Amma bunda axmır. Bu da quruydu bu. Yəni 10 deyə bilərəm. Dostlar, videomuz yəqin ki bu qədər idi. 2 dənə şokolad kapışdırdım. Yəni hamınıza sağ olun. Yeməyənlərə deyirəm, dostlar sizə deyirəm, yeyin. Biz indi bu tərəfdə yaşayanlara deyirəm, 2 manatdır, yeni gəlibdir. Neçə 2 gündür, 1 gündür gəlib. Hamıya tövsiyə edirəm. Sağ olun, salamat qalın.